RMMIG testindən bağlaç bölməsinin 45-ci sualın izahı. Nümunədə işlənən bağlacın növünün yanlış göstərildiyi variantı seçin. Deməli, yanlış axtarmalıyıq biz. 2 misra birləşərək bəzən beyt, 4 misra isə bənd yaradır. Burada qarşılaşma bağlayıcısı var, qarşısında göstərib düzdür. Düz fikirdir. İndi ki, sən daha güclüsən, ona görə də mənə yardım etməlisən. Deməli, ona görə də bir də indiki burada hər ikisi iştirak eləyibdir. İndiki şərt bağlayıcısıdır. Şərt. Ona görə də səbəb bağlayıcısıdır. Amma burada deyir ki, yalnızca səbəb. Bu baxımdan bu fikir yanlışdır. Əgər Rasim ilə Sənibər təpəyə çıxsa idi, çox şeyə şahid olardı. Əgər burada şərt bağlayıcısıdır. Rasim ilə Sənibər təpəyə çıxsaydı, iləni burada qoşma götürür. Qoşma. Niyə qoşma götürür? Çünki əgər bu bağlayıcı olsaydı, çıxsa idilər. Cəmdə olmalıdır xəbəri. Həmin cümlə xəbəri cəmdə olmalıdır. Amma bu qoşmadır və şərt bağlayıcımız var. Əgər burada şərtdir. Amma birləşmə bağlayıcımız bu birləşmə bağlayıcısı deyil. Bu nədir? Qoşmadır. Yəni bu da yanlışdır. Sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi burada və yaxud bir yerdədir və yaxud bir yerdə bağlayıcıdır. Bölüşmə bağlayıcıdır, birləşmə bağlayıcısı yoxdur. Cümlə belə baxıram, burada birləşmə bağlayıcısı yoxdur. Yəni bu da yanlış fikirdir. Sonra Usta Zeynal həmçinin bir arif kişi idi. Həmçinin burada iştirak bağlayıcısıdır. Bu doğrudur. Deməli, bizdən nə istəyirdi, ona bir dənə diqqət yetirək. Yenidən yanlış fikirlər istəyir. Yanlış fikirlər 2 oldu, 3 oldu və 4 oldu. 2, 3, 4,